Deməli, avtomobil səhər tezdən pis işə düşür. Hal-hazırda buz kimidir, soyuqdur. Gecədən saxlamışam. Bir yerdə axtaraq baxaq görək. Niyə görə səhər tezdən pis işə düşür. İndi bu dəqiqə gəlmişəm. Benzin təzyiqini yoxlayaq. Birinci. Benzin təzyiqini yoxlayaq. Ondan sonra göstəricilərinə baxarıq. Təzyiq var. Təzyiq saxlayır. İkinci öğretmen blokuna başlayaq. Heç bir kod yoxdur avtomobildə, yəni əvvəlcədən deyim. Axşam baxmışam. Temperatura baxmaq istəyirəm. Temperatur 30 dərəcə göstərir. Dərəcə deyil axı. Suyun temperaturu, soyutma mayesinin temperaturu 30 dərəcə göstərir. 30 dərəcə deyil axı qardaş. 30 dərəcə deyil, buz kimidir. Və burada artıq nəsə fikirləşməyə dəyər. 30 dərəcə. İndi baxaq görək radiatorda nə qədər görür. %29 dərəcə hal-hazırda. 15 dərəcədə yağın temperaturudur. Yəni təqribi hesablanmış temperatur 15 dərəcədir. Hazırda 15 dərəcə görməlidir. Bu 30 dərəcəni hardan tapır mən bilmirəm. Bəlkə ona görə işə düşmür. Radiatorda 9 dərəcədir. Gördüyünüz, yəni bu faktiki temperaturdur bax. Suyun temperaturudur. İndi məndə şey yoxdur. Perometr yoxdur. Ona görə var perometr əslində. Belə bir perometrim var, amma deyəsən bateriyası yoxdur. Yəni bir dəqiqə baxacam görüm. Gəlin biz belə eləyək də onda. Temperatur sonra çıxardaq. Ayıraq işdən. Qapını bağlayayım. Deməli belə, benzin hələ də saxlayır. Məncə bu yanıcı qapışı hazırlaya bilmir, ona görə belə eləyir. Gəlin biz bu temperatur sensorunu buradan ayıraq. Ayırdım. Oldu -40 dərəcə. Düzdür. Düzdür. İndi gedək işə salaq, baxaq görək nə məsələdir. Bu necə işə düşür? Əslində heç mən görməmişəm bu necə işə düşür. Sadəcə belə deyiblər. Nəysə, benzin manometrini ayırmaq istəyirəm. Gəlin benzin manometrini ayıraq da, benzinlə işimiz yoxdur. Ya da qoy qalsın da, nə fərqi var ki? Baxaq görək necə işə düşür. Niyə işə düşmür? Yəni görməmişəm heç vaxt maşın neyniyir?
Bismillah. İşe düşdü. Düzdür, pər qoşdu heç. Yəni bir də işə salaq. Vəssalam, tapança kimi işləyir. İndi gedək. Görək alındıra bilərik. Temperatur sensorunu qoşsa. Qoşdum. Pərdə yandı. Hal-hazırda 31 dərəcə göstərir. İndi 31 dərəcəyə görə yanıcı qarışıq hazırlayacaq. Getdik baxmağa. Amma məncə işə düşəcək. Bir dəfə işə düşdüsə, vəssalam, işə düşəcək. Baxaq, bismillah. Bir dəfə işə düşdüsə, vəssalam. Belə temperatur sensorunu dəyişərik, baxarıq, yoxlayarıq, görək nə göstərir. Bu üç qulaq burada metaldır, metaldandır. Bəlkə də ona görə ola bilər ki, orada nəsə problem var. Olsun, eybi yox, o temperatur sensorunu bunu dəyişib yoxlayarıq, baxaq görək nə göstərir bir müddətdən sonra. Belə, hələlik bu qədər. İndi isə nə etmək istəyirəm? Mən də burada osiloqrafın vakum sensoru xarab olub. Bu vakum sensorunu düzəltmək istəyirəm. Bunun içində sadə piezo element var. Var idi. Yox, ayağım bir orada. Piezo element var idi. Mən istəyirəm bu piezo elementi bura təzədən bərpa edeyim. Kitaydan sifariş vermişəm. Saatdə bu üzərdir. Sonra vakum sensorunu bərpa eləmək istəyirəm. Belə bu, mən 2 dənə sifariş vermiş. Sən demə orada bir dənə şeydə katokda 10 dənəymiş. Mən götürüb 2 vurmuşam. 20 dənəsi gəlib. Halbuki mən heç bir dənəsi də lazım. Bir dənəsi lazım. Baxım görüm bu. Yer gəlmişkən dinamometrik açarın markasını soruşurdular orada. Markası nədir? Dinamometrik açar. Biri bu da ikincisi. Gördüğünüz kimi. Hara getdi bu pezəl? Görün babanın içinə. Yerləşərmi? Elə kokroz demiş, o rus demiş. Yəni elə özü deyək. Öyle girdi oturdu içində. Vəssalam, bir də bizə poykalamaq qalır, bir də böyürlərini doldurmaq. Vəssalam. Hazırlayın, baxarıq. Vakum sensorunu düzəltdim. Bu avtomobilin üstündə elə test eləmək fikrim var idi. Birinci silindirdən induktiv xətkeşlə sinxronizasiya götürmüşdüm. Belə bir
Bir de bir şey oldu. Yaxşı şey olmadı. Bu ikinci silindrin sormasıdır. Gördüyünüz kimi fərqlidir. Burada da piklər də fərqlidir. Amma mən sizə deyim, yəni vakuum sensorunun çox da göstəricilərini ciddi almalıyam. Bu artıq yəni düzgün göstəricidir də. Deməli birinci silindirdən 1, 3, 4, 2 düz axıra kimi yenidən birinci silindrin pikinə qədər olan məsafədir. Daha doğrusu sormasına qədər olan məsafədir. Deməli burada gördüyünüz kimi vəziyyət pis deyil, amma burada kəskin fərq var. Burada da kəskin fərq var. Amma mənim tapşırığım deyildi. Mən vakuum sensoru təmir eləməkdən ötürü yoxlayırdım. Bir şey aşkarladım. Olsun. Yəni sahibi də deyərik. Baxar tədbir görər. Deyim sizə ki, yəni bir yerdə belədir, yox. Demək olar ki, hamısında belədir. Baxın. Fərqlidir. Tamam. Yəni vakuum sensoru da belə. İndi qaldı bu avtomobilin temperatur sensorunu dəyişib təhvil vermək və yaxud da ki, sahibidən demək özü dəyişər. Bir dənə mövzu haqqında danışmaq istəyirəm. Gərginliyin müəyyən edilməsi bu gənc ustalar üçün olacaq. Sürücülər bunu bağlaya bilərlər. İndi bir balaca bir vəziyyət yaradım. İndi onu da çəkib sizlə paylaşacağım. Salam, hər vaxtınız xeyir olsun bir daha. Deməli, avtomobilin işimi bitirəndən sonra istədim ki, sizə belə bir video çəkim. Sizə deyəndə ki, ancaq gənc ustalarımıza. Çünki mənə zəng eləyib sual verəndə qalıram belə, necə izah eləyim ki, həm onun xətrinə dəyməsin, həm də belə deyək də informativ olsun. Ona görə bir dəfəlik bu videonu çəkirəm və paylaşıram ki, gənc ustalarımız da bundan yararlansınlar. Sürücülərimizin də bəziləri əgər bilmirsə, əlbəttə ki, bu professional ustalarımız üçün deyil. Kimlər ki, ömrü boyu elektrika ilə məşğul olub, onlar bu videonu bağlaya bilərlər, ehtiyac yoxdur. Deməli, məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, mənə Pirşağı kəndindən zəng eləyiblər. Bizim gözəl diyarımız olan Pirşağı kəndindən zəng eləyiblər. Deyirlər ki, bəs usta, nasos tərəfdə gərginliyi ölçdük, 12 volt filan, massa filan hər şey var. Nasosu dəyişdik, yenə işləmir. Hər şey gəlir, amma nasos işləmir. Getdik bir dənə nasos aldıq, gətirdik, yenə də qoyduq. Opel Astra idi deyəsən, səhv eləmirəmsə. Yenə də işləmir. Məsələ ondan ibarətdir ki, ölçülmə düzgün aparmayıb. İndi mən göstərəcəm həmin ölçülmə necə aparılmalı idi və bunu necə baş verir. Biraz o yana bir yana yəni çəkilə bilər, çünki mən burada həmin şəraiti qura bilmirəm, amma yenə də çalışacağam ki, fikrimi izah edeyim. Deməli, məndə burada bir neçə ölçü aləti var. Ölçü alətlərindən biri osiloqrafdır. Hal-hazırda qoşulu vəziyyətdədir. İkinci alətim multimetrdir. Tərkibində həm də voltmetr və belə deyək də 10 metr var. Üçüncü alətim yükləmə vermə qabiliyyəti bacaran, daha doğrusu yükləmə qabiliyyəti verməyi bacaran osiloqrafik testerdir. İçində osiloqraf var. Sadə dükanlarda satılan adi testerdir. Bir də lampalı testerdir. İndi hamısını çıxardıb tökməmişəm bura, amma bu qədər bəs eləyir. Bu qədər bəsdir. Və adi naqil yığınağıdır. Belə naqil yığınağıdır. Bu naqil yığınağının üstündə biz gərginliyi test eləyəcəyik və baxacaq görək burada nə baş verir. Deməli, başlayaq. İndi mən istəyirəm bizim akkumulyatorumuza qoşulum. Məsələn, bir də bu göy naqillə qoşulaq. Qoşulduq plusa göy naqillə. Baxın, göy naqil plusdadır. Gördünüz? O göy naqil də gəlir, keçir bizim deyib buradan, yuxarıdan birinci pinimizə. İndi gəlin ölçü aparaq. Deməli, osiloqrafla birinci ölçü aparaq. Şub buradadır. Naqilə toxunuram və gərginliyi görürük. Naqildən buraxıram, naqilə toxunuram. Gərginliyi görürsünüz. Tamam. 12,1 volt belə bir şey. Osiloqrafla ölçdük.
Keçək bizim multimetrimizə. Çalışacağım ki, yəni bir videoda hamısını izah edeyim. Keçək bizim multimetrimizə. Multimetrimizi bir təhər masaya bərkidək, bərkitdik və ölçü götürək. Baxın baba buradan ölçü götürək. 12,5. 12 var, bəsdir. Düzdür? Əla. Multimetrlə də gördük ki, orada 12 volt var. Asilografik testlerlə ölçürük. Gördüğünüz kimi yük verirəm, saxlayır. 50 ohm saxlayır. Bu ilə də ölçdüm. Razıyam gərginlikdən və bu ilə ölçəcəm. Bu da bizim sadə testlerimizdir. Qırmızı ışıq yananda plus, göy ışıq yaşıl yananda minus olur. Plus var. Minusdaki gördüğünüz kimi var. Tamam. Gördünüz. Deməli ki, bu naqildə hər şey qaydasındadır. Düzdür? Gördüğünüz kimi məndə burada bir neçə naqil var. Hamısı eyni hissəyə bərkidilib. Görsünüz. İndi isə mən bu sarı naqildəki gərginliyi ölçmək istəyirəm. Bu sarı naqili yenə də daxil edirəm plusa. Bu bizdə gəlir orta pinə. Deyib bu bura, orta pinə. Daxil edirəm plusa. Orta pinə. Düzdür? İndi asilografla ölçəcəm birinci. Görürsünüz. Asilografı işə buraxıram. İşə buraxdım. Deməli, sarı naqil, başqa heç bir plusum yoxdur. Və toxundururam. Bayaqki görüntünü görürsünüz. Əlimi çəkdim. Toxundururam. Deməli, bizdə burada gərginlik var. Əla. Gərginlik var. Gözəl. İndi voltimetrdən ölçürəm. Hələ lampalı kontrolkaya dəymirəm. Yəni lampalı testlərimə dəymirəm. İndi multimetrdən ölçəcəm. Buradadır. Yəni başqa kabel yoxdur onsuz da. Bir dənə plus odur. Gördüğünüz kimi 12,5 demək olar ki 12,4, 12,5 volt. Əla. Əla. Razıyam. Razıyam. Hə, indi isə gələk mövzunun məğzinə. Deməli, bununla da ölçək. Bununla da ölçək. Görək, bu da plus göstərirmi? Bununla da ölçək. Ölçürəm. Var. Plus. Kontrolka işləyir. Qəşəng yanır diod. Əla. Bu ilə də ölçdük. İndi gələk bu naqilin işinə. Deməli, məndə burada qaldı 2 dənə kontrolka. Bu kontrolka, mən əvvəlcədən bilirəm ki, problem bu naqildədir. Ona görə deyirəm ki, gələk bu naqilin işinə. Yəni, əvvəlcədən bilməsəm, mən bunları ard-arda test edirəm onsuz da. Burada məndə qaldı bir dənə asilografik kontrolka. Bir də qaldı belə bir lampalı kontrolka. İndi isə asilografik testlerdən kontrolka ilə necə istəyirsiniz? Adı ilə kontrolkadır, ona görə kontrolka deyirəm. Deyək, baxın. Burada yazılıb. TDK, bu niyə belə göstərir? Kontrolka. İndi isə işə salıram və gərginliyi ölçürəm. Gördünüz?
11.9 göstərir. Nəsə narazıçılığı var. İndi isə yük verirəm. Yəni 50 ohm. Hər hansı bir, nə bilim, işlədici mexanizm. Yük verirəm və plus itir. Əlimi çəkirəm. Plus gəldi. Yük verirəm. Plus itdi. Bu deməkdir ki, burada gərginlik özdə 1 volta qədər düşür. Görürsünüz, bax. 1,5 volta indirir. Aha. Deməli, mən bu naqildən şübhələnirəm. Ona görə də bu naqili işdən, daha doğrusu bu kontrolkanı işdən ayırıram. Və lampalı kontrolkanı işə qoşuram. Hamısı göstərir, orada plus var. Budur. Lampalı kontrolka. Yəni, ən azından içində adi, sadə, balaca bir lampa olsun. 3 watt da olsa olar. Fərqi yoxdur. Neçə watt olur olsun. Yəni, gücü. Basıram və heç bir plus görmürəm. İndi isə yenidən o göy naqili yerinə taxıram. Göy naqili yerinə taxıram ki, plus olsun orada. Və sizə göstərmək istəyirəm ki, kontrolka həqiqətən də işləyir. Baxın, sadəcə göy naqildədir plus. Bu kontrolka işləyir. Görürsünüz? Hə, buradan belə bir nəticəyə gəlmək olar ki, bu sarı naqildə, bu sarı naqildə gərginlik olsa belə cərəyan axını baş vermir. Çünki bu sarı naqilin içində hardasa yüksək müqavimət var. Yüksək müqavimət var. Bəli, siz bunu bu ucundan bu ucuna qədər, belə deyək də, necə deyək, öz dilimizdə belə, zəngləndirə də bilərsiniz, prazvonka da eləyə bilərsiniz. Gəlin eləyək. Görürsünüz, səsi gəlmir. Amma, bir dəqiqə, baxaq, kontrolkam işləyir. Bəli, işləyir. Gördüyünüz kimi səsi gəlmir. Səsi gəlmir. Amma sizin hər vaxt naqili çıxardıb və yaxud da bu başından o başına belə deyək də, prazvonka eləmək imkanınız olmur. Amma o başında gərginliyi görə bilərsiniz. Necə ki, bu naqildə gördünüz. Yenidən gərginliyi ölçmək istəyirəm bu naqildə. Baxın, yəni naqil salamatdır. Yəni, vizual olaraq salamatdır. Bu da mənim testlərim. Hətta asilografla da belə ölçdüm. (12.37) Deməli, amma bu naqil artıq keçiricilik qabiliyyətini itirib, baxmayaraq ki, bu özündə gərginlik saxlayır. Biz bilirik ki, gərginlik axmır, gərginlik potensiallar fərqidir, o həmişə var. Cəryan isə naqildən axır. İndi gəlin bir yerdə baxaq görək, bu naqil öz keçiriciliyini necə saxlayırdı? Necə olur ki, bu naqildə keçiricilik var? Mən indi konkret yeri bilirəm. Bura mən bir əski parçası dolamışam və onu islatmışam. İndi açın, baxaq. Dur, belə bir əski parçası dolamışdım. İslah əski parçası. Bildiyiniz kimi, nəmişlik olan yerdən gərginlik həmişə ola bilir. Yəni, nəmişlik gərginliyi keçirir. Amma cəryanı keçirmir. Bu əski parçası gərginliyi buraxsa da, cəryanı buraxmır. Bax, elə naqillərdə də, avtomobillərdə bu cür olur. Yəni, naqil içəridən, elə vaxt olur ki, izolyasiyanın içindən
qırılır və yaxud da ki, çürüyür və yaxud da ki, ərpləşir. Cəryanı keçirtmir, amma gərginlik var. Siz yoxlayırsınız, hər şey qaydasında. Ona görə əgər bu naqil yüksək cəryan tələb eləyən, böyük cəryan daha doğrusu, tələb eləyən tələb edicilərə gedirsə, məsələn bu nasosdur, qapının kilidləridir filan. Onların gərginliyini yoxlayıb orada 12 voltu gördükdən sonra, oradakı 12 voltu görürsünüz. Ondan sonra həmin o belə deyək də mexanizmi, elə bu evap klapanı da ola bilər. Həmin o mexanizmi lampa ilə və yaxud da ki, hər hansı bir belə deyək də, əgər sizdə bu imkan varsa, məlum məsələdir, digər testerlərlə yük altına vermək daha məqsəd uyğundur. İndi məndə bu tester var, məndə bu çox əziyyətli prosesə çevrilmir. Məsələn, belə bir testerlə mən ora 50 ohm yük verə bilərəm. 50 ohm bəs eləyir mən naqilin salamat olub olmadığını görməkdən ötürü. Amma yoxdursa, sadə, adi lampadan da istifadə edə bilərsiniz. Adi lampa, yəni məcbur deyil o kontrol kondisionunda olsun. Sadəcə o naqil həmin o lampanı yandırmaq qabiliyyətində, gücündə olsun. Vəssalam. Yəni insan 2 dənə nasos alıb, quraşdırıblar, amma çifayda. Heç bir nəticə əldə olunmayıb. Belə, istədim ki, bunu bir gənc ustalar üçün paylaşım, gənc sürücülər üçün paylaşım. Belə bir kiçik bir dərs olsun. Deməli, bir də bir şey qeyd edeyim, yadımdan çıxmamış. Siqnal kabellərini bu testerlə yoxlamaq olmaz. Düzdür, mən bilirəm ki, hərdən birdən ustalarımız bu testerlə farsunkaların impulsunu, nə bilim, nəyisə impulsunu yoxlayırlar. Amma dövrədə 5 voltdursa, bu kontrol kondisionunda 3 ədəd batareya var. Biri 1,5 voltdan. Ona görə bunu həmin o dövriyyənin siqnal hissəsinə salmaq məsləhət deyil, məqsədə uyğun deyil. Bunu ümumiyyətlə massadan buraxıb, yəni grounddan, minusdan buraxıb siqnala buraxmaq olmaz. Olmaz. 5 voltluq siqnala ümumiyyətlə buraxmaq olmaz. Bununla ölçü götürmək olar. Bu smartdır. Özü müəyyənləşdirir. Hansı rejimdə işləmək lazımdır. Yox, əgər digər rejimləri seçmək istəyirsinizsə, onda da heç bir problem yoxdur. Voltmetr vəziyyətinə keçə bilərsiniz. Gördüyünüz tezlik vəziyyəti. Rəqəmsal ötürmə vəziyyəti. Bir də smart vəziyyəti. Multimetrlə yoxlamaq olar. Siqnal kabellər, hansı kabellər istəyirsiniz yoxlayın. Amma yenə də deyirəm, əgər həmin kabel yüksək gərginlikli, həmin naqil yüksək gərginlikli naqildirsə və əsas tələb edicilərə gedirsə, onu sonra lampalı və yaxud da ki, hər hansı bir şey qoşulmuş yük verə bilən kontrolka ilə, testerlə yoxlayın. Oscillografla isə hər şeyi yoxlaya bilərsiniz. Hər şeyi. Belə.